Əsmər və tısbağası sehirli meşədə. Biri var idi, biri yox idi. Əsmər adlı balaca bir qız var idi. Əsmər evdə çox şən idi. Anası ilə danışar, bacısı Banu ilə gülər, hətta balaca tısbağası ilə söhbət edərdi. Amma bu gözəl qız başqa insanlarla danışmaqda çətinlik çəkərdi. Nə vaxt qonşu ona salam desə, Əsmər cavab vermək istəyər, amma ürəyi tez-tez çırpınmağa başlayar. Sözlər sanki gizlənərdi. Bir gün axşam o tısbağasına əlinə götürüb dedi: "Kaş sən danışa bilərdin." Elə həmin an tısbağanın çanağı işıq saçdı. "Mən danışa bilirəm, Əsmər. Sadəcə sənin bunu istəməyini gözləyirdim." Birdən otaqda möcüzəli dəyişikliklər oldu. Sanki divarların yerində bir-birini əvəz edən ağaclar var idi. Bura sehirli meşə idi. Nə baş verir, Tospik? Biz bura necə gəldik? Elə bu an bir səs eşidildi. "Kömək edin!" Əsmər səs gələn tərəfə qaçdı. Bu bir dovşan idi. Dovşan tikanlı kollara ilişmişdi. Ona kömək etməliyəm. Dovşanla danışmaq istədi. Amma ürəyi yenə sürətlə çırpınmağa və sözlər boğazında gizlənməyə başladı. Nəhayət cəsarətini toplayıb "Əlini mənə uzat," dedi. Tospik təəccüblənmişdi. Əsmər ilk dəfə idi tanımadığı biri ilə danışmışdı. Əsmər isə dovşanı xilas etdiyi üçün çox sevincli idi. Dovşan ona təşəkkür etdi. "Çox sağ ol." Birdən o nağılda oxuduğu 3 ayı balasını gördü. Onlar pendiri aralarında bölə bilmirdilər. Əsmər dedi: "Tülkü gəlib pendirinizi yeməmiş, verin mən onu sizin üçün bölüm." Pendiri 3 bərabər hissəyə bölüb ayı balalarına verdi. Onlar çox sevindilər. "Tospik, mən artıq başqaları ilə də danışa bilirəm. Və bu heç də çətin deyilmiş. Hətta əyləncəli imiş. Mən çox xoşbəxtəm." Əsmər, oyan. deyə bacısı onu səslədi. Dərsə getməlisən. Yuxudan oyanan Əsmər Banuya baxıb gülümsədi. "Sabahın xeyir, bacı," dedi. Sonra gözləri Tospiki axtardı. Tospik həmişəki kimi rəfin altında idi. Oradan Əsmərə boylanırdı. Əsmər ona baxaraq dedi: "Mən yuxu görürdüm, yoxsa biz həqiqətən o sehirli meşəyə getmişdik?" Tospikin çanağı parıldadı. Əsmər artıq sualının cavabını almışdı. Bu hadisədən sonra Əsmər çox cəsarətlənmişdi. O qərar vermişdi ki, daha qohumları, qonşuları ilə danışacaq. Bu heç də çətin deyilmiş. "Balalar, gəlin səhər süfrəsinə." Anasının sözlərini eşidən kimi əl-üzünü yuyub süfrəyə qaçdı. Göydən 3 alma düşdü. Biri Əsmərin, biri Banunun, o biri isə Tospikin.